Aktual məsələni bir müzakirə edirik və məsələ qlobal əhəmiyyətli məsələdir. Qlobal əhəmiyyətli. Yəni elə bir dövlət yoxdur ki, onun bu və digər səviyyədə maraqlarına toxunmasın. Elə bir səviyyədə dövlətdir. Çünki dünyanın ümumiyyətlə indiyə kimi formalaşmış o arxitekturasında baş verə biləcək dəyişikliklərdən söhbət gedir. Mən nə söyləyə bilərəm? Burada indi Elçin müəllim, siz sualı belə qoydunuz ki, Qrenlandiya məsələsi ABŞ üçün həm də Ukraynadan diqqəti yayındırmaq məsələsidirmi? Onda növbəti sual yaranır ki, bu ABŞ-ın nəyinə lazımdır? Məsələ ondadır ki, sizin sualınız da bu təsadüfi deyil. Məsələ ondadır ki, bu günləri Birləşmiş Ştatların prezidenti fərqindədir ki, Ukrayna məsələsini bir sutkada nəinki həll etmək mümkün olmadı. Artıq sabah, yanvar ayının 20-sidir. Onun prezidentliyə başlamasının, Trump'ın prezidentliyə başlamasının düz bir ili tamam olur. Və bir günə həll edə biləcəyi məsələni bir ildir həll eləyə bilmiyor. Amma eyni zamanda da söyləyib ki, son çıxışında son 8 ayda 8 münaqişəni həll etmişəm. Bunu da söyləyir. Və belə olan təqdirdə Qrenlandiya məsələsi ilə bağlı mənim subyektiv mövqeyim belədir ki, bəli, Qrenlandiya məsələsində Trump geri çəkilmək niyyəti yoxdur. Və o hətta öz müttəfiqləri ilə də sona qədər mübarizə aparmaq deməli qətiyyətinə malikdir. Müttəfiqləri deyəndə yada ilk növbədə NATO ölkələri düşür. NATO. 32 NATO ölkəsi var. Və NATO təxminən bərabərdir Birləşmiş Ştatların özü. Və belə olan təqdirdə indi gəlin baxan NATO ölkələrinin, Avropa İttifaqı liderlərinin Trump'ın bu mövqeyinə münasibətinə. Ursula von der Leyen, Avropa Komissiyasının prezidenti, pisləyir, hesab edir ki, bu düzgün deyil. Bu yanaşmanın, bu xətti dəstəkləmir və bunun əleyhinədir. Ən kəskin mövqeyini Emmanuel Macron irəli sürür ki, bu qəbul edilməzdir. Biz sona qədər Birləşmiş Ştatlarla mübarizə etməliyik və simvolik bir addım da atıblar. 8 dövlət, Fransada onun içərisində müəyyən hərbçiləri göndəriblər Qrenlandiyaya. Amma nə baş verir? Almanya Bild nəşri yazır ki, artıq Almaniyanın Qrenlandiyaya göndərdiyi 15 hərbçisi komanda alıb ki, geri dönsün. Geri dönsün. Və onlar öz missiyalarını başa vurublar. Missiyanda indi artıq baxıram mən Qərb mətbuatı, Amerika mətbuatı yazır ki, missiya yəqin o olub ki, o arabalara qoşulmuş itlər ki var, xizəklər. Orada neçə itin olduğu, neçə arabanın, xizəyin olduğunu saya biliblər. Kimi ironik bir yanaşmalar ortaya qoyurlar. Eyni zamanda Bild nəşri yazır ki, Almaniya əgər Qrenlandiyaya qarşı ABŞ-ın siyasətinin əleyhinə çıxsa və fevralın 1-dən ki, Birləşmiş Ştatlar prezidenti 8 dövlətə qarşı, Avropa İttifaqının bu dövlətlərə qarşı ki, 10%lik rüsum tətbiq edəcək, rüsum sanksiyası tətbiq edəcək, əgər onlar geri çəkilməsə, iyun ayının 1-dən 25% qaldıracaq. İndi artıq Almaniyada başlayıblar ki, bir il ərzində bizə bu sanksiyadan dəyən ziyan nə qədər olacaq? Hesablayıblar ki, 8-15 milyard dollar. Yəni, böyük itkidir, böyük itkidir. Və Almaniya kimi Avropa İttifaqının və NATO'nun əsas dövlətlərindən biri artıq yavaş-yavaş geri çəkilmək deməli bir tendensiyasını göstərir. Məsələn, siz Ukrayna ilə bağlı söylədiniz. Bilirsiniz ki, bu Qrenlandiya Danimarka ərazisi sayılır, onun avtonomiyasıdır. Danimarka Ukraynaya verdiyi F-16 təyyarələrini Ukraynadan geri çağırılması ilə bağlı qərar qəbul edir ki, mənim özümə Qrenlandiyada onlar lazımdır. Deməli, əgər proses belə gedirsə, ümumiyyətlə Ukraynanın silahsız qalması məsələsi gündəmə gəlib çıxa biləcək. Və həqiqətən də Qrenlandiya ətrafındakı çox ciddi beynəlxalq bir deməli, beynəlxalq məndən siyasi, iqtisadi bir kataklizmdən olması istisna deyil, Ukrayna məsələsi doğrudan da kölgədə qalıblar. Və Ukrayna üçün fəlakətli bir mərhələ başlaya bilər. Məsələn, son məlumata görə, mən artıq bugün səhər eşitdiyim məlumat deyirəm ki, Ukraynada saf qalmış elektrik stansiyaları daha yoxdur. Hamısı zədələnib. Və Kliçko şəhərin meri də deyib ki, vəziyyətdən çıxış yolu odur ki, kim bacarırsa Kiyevi tərk eləsin. Kiyevdə yaşamasın. Fikir verirsiniz, artıq qış fəslidir ya. Yəni, bu onu göstərir ki, Ukrayna məsələsi doğrudan da elə bir həddə gəlib çatır ki, Birləşmiş Ştatlar Qrenlandiyanın məsələsini ortaya atmaqla bir güllə ilə 2 dovşan vurur.
bir yandan Ukrayna məsələsindəki Trumpın dediyinə qarşı Ukrayna və Avropa ölkələri çıxır. Eyni zamanda eyni ölkələrin başını Qrenlandiya məsələsinə qatır və Ukrayna silahsız qalır, dəstəksiz qalır. Onda Ukrayna daha çox ipə sapa yatan bir dövlətə çevrilir və Trumpın təzyiqləri altında o danışıqlara gələ bilər. O deyə bilər ki, artıq əhali qış gəlib kütləvi ölkəni tərk eləmək təhlükəsi və Ukraynanın sülhə gəlmə ehtimalı arta bilər. ABŞ-ın planı üzrə. Amma Qrenlandiya məsələsində siz təsəvvür edin ki, Birləşmiş Ştatlar 2026-cı ildə hərbi təhlükəsizlik büdcəsi təxminən 1 trilyona gətirib çatdırır, 1 trilyona. Və indi Danimarka bir neçədən F-16-sını Qrenlandiyaya gətirməklə bu nonsensdir, ABŞ-dan üzrə gəlmək, bu gülünc bir məsələdir. Yəni bu mərhələdə, xüsusilə Venezueladan sonra bu qənaətə gəlmək mümkündür ki, tamamilə yeni beynəlxalq münasibətlər sistemi formalaşmaqdadır. Artıq qırmızı xətt var idi, bu və digər dövləti bombalaya bilərsən, iqtisadi sanksiya tətbiq eləyə bilərsən, amma birinci şəxsdən toxunmaq olmaz ki, o konsepsiya var idi, o qırmızı xətt, o da daha yoxdur, o da daha işlənmir. Və mənə elə gəlir ki, burada mən fikrimi yekunlaşdırıram. Mənə elə gəlir ki, iki çıxış yolu daha çox, yəni qan-qadasız çıxış yoludur. Ya müharibə versiyasıdır ki, ABŞ-dan üz-üzə gəlmək də ağılsız, məntiqsiz bir şeydir ki, biabırçı məğlubiyyət, bu NATO-nun dağılması, Avropa İttifaqının dağılması anlamına gəlir. İkinci, üçüncü versiyalar, bu bir qədər yumşaq versiyalardır ki, Avropa və NATO öz simasını qoruyub saxlasın. Hansı versiyadır? Deyirlər ki, deməli, asosiativ saziş imzalanır ABŞ-la, Qrenlandiya arasında və Qrenlandiyada ABŞ-ın hərbi bazaları, orada təmsilçiliyi və s. məsələləri olur. Amma Qrenlandiya ABC-ın 51-ci ştatı olmur, Qrenlandiya ABC-ın tərkibinə daxildə olmur. Yəni, simanı qoruyub saxlayırsan da, sanki. Ya da ki, məsələn, bunu Porto Rico kimi də təsəvvür etmək olar. Məsələn, Sakit Okeanda adalar var. ABŞ-ın bu və digər səviyyədə tabiçiliyindədir. Ya da ki, referendumda Avropa ölkələri, NATO ölkələri gözəl bilirlər ki, referendumun nəticələrində elə nəticə əldə edilir ki, 57 min insan da var. O seçici yaşı olanlar və s. iştirak edirlər və elə bir vəziyyət yaradırlar ki, referendumda Qrenlandiyanın Amerika Birləşmiş Ştatlarına birləşməsi baş versin və biz nə edə bilərik, xalq belə etdi, bir məntiqi ortaya çıxsın, sanki yenə də öz simalarını qoruyub saxlayırlar. İstənilən vəziyyətdə bugünkü dünya reallığında hesab edirəm ki, güc faktoru ki, əsasdır. Ölkə Prezidenti Cəlal İlham Əliyevin də qeyd etdiyi kimi daha ümumiyyətlə beynəlxalq hüquq söhbəti yoxdur, məsələsi yoxdur və Birləşmiş Ştatlarındakı gücü fonunda Qrenlandiyanın Birləşmiş Ştatları birləşdirilməsi hansı adı altında eləyirsən et, fərqi yoxdur. Yəni, labid görünür.